icazə, ustad, sosializm yolunu demədə. Sosializm əzizim, sosialist bir siyasi və ictimai sistemdir ki, onda şəxsi malikiyyət yoxdur və dövlət bütün yerlərin və karxanaların sahibidir. Niyə belə bir iş görürlər? Bu siyasi sistem bərabərlik hədəfi ilə vücuda gəlibdir ki, xodxahlığın və şəxsi malikiyyətin sui-istifadəsinin qabağını alsın. Aslan siz buyurun, belə bir şey ola bilər. Çox yox. 20-ci qarnda dünyanın bəzi məmləkətlərində, məsələn Şoravidə, bir cür sosialist sistemi imtahan elədilər. Amma çox da əməli olmadı. Çox əməli olmadı. Ax icazə, yəni də yoxdular. Yox, hələ də bəzi məmləkətlərdə bu cür fikirlər vardı.